Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsinə qayıdıb. Aktrisa akademik musiqili teatrda Zal qızı Zalxa tamaşasında oynayıb. Uzun müddətdir səhhətindəki problemlə əlaqədar səhnədən uzaq qalan Bəşirqızı ötən gün tamaşaçılarla görüşüb. Aktrisa səhnəyə əsa ilə çıxıb. Yazıcı dramaturq Əli Əmirlinin 7 Məhbusə anası pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Qeyd edək ki, Afaq Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı.